Milli Məclisin bugün keçirilən plenar iclasında dövlət müstəqilliyinin bərpası günü ilə bağlı çıxışlar zamanı deputatlar arasında fikir mübadiləsi yaşanıb. Azpolitika xəbər verir ki, deputat Tənzilə Rüstəmxanlı iclasda çıxış edərək bildirib. Xalqımızı dövlət müstəqilliyinin bərpası günü münasibəti ilə təbrik edirəm. Buradan başda Ulu Öndər Heydər Əliyev olmaqla Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini sayğı ilə anıram. Onların üzərimizdə haqqı çox böyükdür. Deputatın bu fikirlərinə Siyavuş Novruzov etiraz edib. O, Tənzilə Rüstəmxanlının çıxışında tarixi yanlışlıq olduğunu vurğulayıb. Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O, 43 nəfər özünü istiqlal yolunda görüb və referendum əleyhinə səs verib. Müstəqillik başqa, referendum əleyhinə başqa şeydir. Tarixi saxtalaşdırmayaq. Tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycanın müstəqilliyinin bərpasına səs verib. Daha ətraflı məlumatı azpolitika.info saytından əldə edə bilərsiniz.